Deməli, belə bir məqam var. Bu avtomobil BMW F10-dur, 2016 modeldir. 142 min yürüyüş məsafəsi var. Avtomobil sahibi avtomobili Amerika bazarından alıb, yeni gətirib, sağlığına qismət qəşəng maşındır, pis maşın deyil. Sepinə, mühərrik hissəsinə baxış keçirdik. Sep başmaq dəyişilməlidir. Qardaşı özünə göstərdik avtomobil sahibinə. Maşın çox ideal maşını, həqiqətən. Yəni, bir-iki də xırda problemləri var, onlar da inşallardan qaldıracaq. Yəni, böyük bir qlobal problem yoxdur. Bir dənə buna bax, bir dənə yaxınlaş, Porsche-nin bir dənə vəziyyətinə bax. Bir dənə Porsche-nin vəziyyətinə bax. Cilizə bax. Maşının daxili sistemi həqiqətən də gözəldir, həqiqətən də ideal vəziyyətdədir. Elə bir ki, Porsche-ni təzə qoymusan. Maşında sep başmaq sistemi dəyişiləcək, xırda xərclər var, onlar da qarşılayacaq inşallah yağından tutmuş sep başmağı kimi. Hər bir şeyin Allahın izni ilə dəyişəcəyik və qardaşa təhvil verəcəyik. Yəni, alanda belə maşını alasan, ideal vəziyyətdə alasan, yaxşısını alasan, evi yox, auksionda 2000 dollara udmayasan, 6000 dollar udasan, 7000 dollar udasan, amma yaxşısını oynayıb udasan ki, sabahsı günü yəni, ciddi bir problemlə qarşılaşmasın. Yəni, bu qardaş avtomobil sahibi də avtomobilinə yəni, dəyər verir, özünə dəyər verir. O da niyə? Çünki avtomobili alan kimi birbaşa gətirir ki, Orxan bunu yoxla görək, nə problem var, nəyi var, nə yox. Ən azından əmin olsun. Çünki qarşıdan bayram gəlir, Qurban bayramı gəlir. Bütün müsəlmanlar Qurban bayramı münasibətilə bəri başına təbrik edir. Ən azından yəni, rayon çıxar, yol çıxar, eləyər, ən azından bilsin ki, maşın ölkəyə yeni gəlib ki, maşının nəyi var, nəyi yox. Belə, çalışın maşınınıza qiymət verin. Çünki maşınınıza qiymət versəniz, o da sizi daha çox incitməz. Belə, bağla.